Qorxaq olmaq gözəl bir şeydir. Daha doğrusu bir şeylərdən qorxa bilmək bizim üçün həyati dərəcədə əlzəmdir. Bunun səbəbi ondan ibarətdir ki, əgər biz qorxu hissini dadmasaq, bu həyatda qala bilmərik. Qorxu bizim sağ qalmağımızda çox önəmli rol oynayan əsas təməl duyğulardan biridir. Bir də var ki, panik atak. Panik atakla qorxu eyni bir şey deyil və bunları fərqləndirmək həm insanın özü üçün faydalıdır, həm də ətrafı üçün. İndi isə gəlin bu iki bir-birinə oxşayan, amma bir-birindən əslində tamamilə fərqli olan duyğunu ələ alaq. Birincisi qorxudur. Qorxu hər zaman müəyyən bir səbəbə əsaslanır. Yəni ki, tutaq ki, bir it üstümüzə gəlirsə, biz qorxuruq və bizim bədənimiz belə bir reaksiya verir. Savaş ya da qaç. Yəni, döyüşə bilirsənsə döyüş qabağındakı təhlükə ilə. Yox, əgər döyüşə bilmirsənsə, aradan çıx, qaç. Hər iki halda da